Əsrlərin izini yaşayan Kiş Alban məbədi. Şəkinin Səfalı Dağətəyi Kiş kəndində yerləşən bu abidə Azərbaycanın zəngin keçmişini özündə yaşadan nadir nümunələrdən biridir. Minilliklərin yaddaşını bugünə qədər qoruyub saxlayan bu məbəd canlı bir tarix kimi dəyərləndirilir. Azərbaycana gələn əcnəbi qonaqları valeh edən amillərdən də biri Azərbaycan mədəniyyətinin çox saylı qatlarla olmasıdır, müxtəlifliyidir və ən çox ziyarət edilən ərazilərdən də biri Kiş kəndində yerləşən qədim Alban məbədidir. Bu məbədin 1000 ildən çox tarixi var. Kiş Alban məbədi əsrləri aşaraq bugün də möhtəşəmliyini qoruyur və dünyanın dörd bir yanından gələn ziyarətçiləri valeh edir. Bura çox gözəldir. Möhtəşəm memarlığı və zəngin tarixi var. Mən buranı çox sevirəm. Binalar çox gözəl və qədimdir. Burada gəzmək və hər şeyi öyrənmək çox maraqlıdır. Kiş Alban məbədi sadə görünüşü ilə yanaşı zəngin memarlıq üslubu ilə də diqqət çəkir. Qalın daş divarlar və tikili forması onun tarixi və mədəni dəyərini daha da önə çıxarır. Qonaqların ən çox maraq göstərdiyi yerlərdən biri Kiş məbədidir. Bildiyiniz kimi çox qədim tarixə malikdir və Cənubi Qafqazdakı ən qədim kilsələrdən biri hesab olunur. Hal-hazırda olduğum qrup Avstraliya, Yeni Zelandiya, hətta Rusiyadan olan qonaqların qarışıq bir qrupudur. Abidənin tarixi ilə yanaşı, burada qonaqlar daha çox onun inşaat dövrü ilə maraqlanırlar. Həm də inşaat üslubu ilə onun memarlığı ən çox onları maraqlandırır. Burada da əhəng daşından başlayaraq böyükdən kişiyə tərəf tikilir və bu tikili çox belə deyək, fərqli, yəni bir görünüşü, yəni onun hətta bu məbədin dökünc forması olması, hətta bu qədim yəni məbədlərə yəni xas bir tikilidir. Tarixi abidə bugün həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Burada qonaqlar həm zəngin tariximizlə, həm də memarlıq ənənələrimizlə yaxından tanış olurlar. Əli Səmədov, İbrahim Mustafayev, Elnarə Həsənova, AzTV xəbər.